Əzr versin sizə. Bugün Məhərrəmin ikisi, indi 3-cü gecədir. Bugünkü gün, dünən də qeyd elədik, məhz Məhərrəmin ikisində İmam Hüseyin əleyhissalatu vəssalam Kərbəla torpağına qədəm qoydu. Bir hədis oxuyuram və inşallah axırda məhz Həzrətin Kərbəlaya qədəm qoyması o vaqiəni bir daha xidmətinizə çatdırar. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Həzrət buyurubdur: Əl-vəsiyyətu haqqun əla kulli muslim. Hər bir müsəlmana haqdır, müsəlmanın boynunda haqdır. Hər bir müsəlmana vacibdir, gərək vəsiyyət etsin. Vəsiyyəti olsun onun. Və Həzrət buyurubdur: Ma yənbəği limri'in muslimin. Layiq deyil, yaraşmaz müsəlman kişi yatan vaxtı yastığının altında vəsiyyət qoymadan, yazıb qoymadan yatmağı deyil, yaxşı iş deyil. Təkid edir ha. İndi bu da mən də onu etmirəm, əzizlərim, yəni ki, belə, amma yaxşılardır ki, insanın vəsiyyəti olmalıdır. Önəmli bir şeydir vəsiyyət. Gərək bir insanın vəsiyyəti olsun. Hətta hədisdə var ki, vəsiyyətsiz dünyadan gedən bir şəxs, matən meytətən cahiliyyə, cahiliyyət dönəmində ölənlərin ölüsü kimi, onlar da o cürə elə edərlər. Müsəlman gərək bu şeyə önəm versin, vəsiyyəti olsun. Biz inşallah İmam Hüseyin əleyhissalamın o ağa o vəziyyətdə, o anda belə vəsiyyət elədi İmam Zeynul Abidin əleyhissalatu vəssalama, öz oğluna. Allah Qur'an-ı Kərimdə buyurubdur, Bəqərə surəsinin 180 və 181-ci ayələrində: Kutibə aleykum izə hədərə əhədəkumul maut. Ey müminlər, ölüm vaxtı gəlib sizə yetişəndə, insan ki, qocalır, xəstələnir, hiss edir, bəlkə takipçilərimin çoxu gedibdir filan, bu müalicələr uzun çəkdi, neysə, tədarükü eləməliyəm. O vaxtınız gəlib yetişəndə yazılıb, Allah buyur ki, əgər bir şeyiniz varsa, dünya malından, evindən, işiqindən, pulundan, paramdan, azdan, çoxdan varınsa, Allah buyur ki, sizə vacib olub ki, biri görsən dünyasını dəyişən, hələ ata-anası qalıbdır, övladı qalıbdır, bəlkə. Əl-vəsiyyətü lil-valideyn vəl-əqrəbin bil-məruf haqqən ələl-muttəqin. Bu, müttəqi, təqvalıların boynunda bir olan haqdır ki, öz ailə üzvləri üçün gərək vəsiyyət eləsin. Amma yaxşı vəsiyyət Allah buyurur, yaxşı vəsiyyət. Burada qeyd olunur. Biz nəyə görə deyim? Məsələn, misal vurun ki, gəlib 21-ci əsrdir, maşallah, ürəyin istədiyin bir muizəni, ürəyin istədiyin bir alimi gəzib evində, internetdən tapıb, baxıb, qulaq asa bilərsən. Səni maraqlandıran şərqi məsələni bir neçə dəqiqəyə axtarıb tapa bilərsən. Amma yenə də bu əsrdə görürsən ki, adam var, bir yerdə saz, musiqi götür, atası ölüb, biri lap cavan oğlu öləndə. Tanıdığım bir atası ölüb, biləm, bu nədir bu, saz çalan, bu musiqi, bu xanəndə nədir? Rəhmətli kişi belə vəsiyyət eləmişdi. Biləm, Allah rəhmət eləsin də atamdır, amma din, şəriət, Qur'an, Allahın sözü müqəddəmdir. Müqəddəmdir. Yaxşı şey vəsiyyət eləsəydi, vacibini yerinə yetir. Bir dənə şey vəsiyyət edib ki, bu haram olan bir şeydir, günah olan bir şey. Bu vəsiyyəti lazım deyil qəbul etmək. Bu vəsiyyəti yerinə yetir. Əgər birdən boynuna da almışsan, bilməmişsən, səhv eləmişsən, at kənara bu vəsiyyəti, əməl eləməklə. Allah buyur ki, bəli, bil-məruf, yaxşı şeyləri vəsiyyət sizə vacib olubdur, Allah tərəfindən yazılıbdır. Səlavat Peyğəmbər, Ali Peyğəmbər. Allahümmə salli əla Muhammed və aleyh. Hətta o yaxşı, vacibi ata övladına vəsiyyət edib, din buyuran bir şey vəsiyyət edib, dində günahı olmayan bir şey, yaxşı bir şey vəsiyyət edib və boynuna götürmüsən, imkanın da onu olub yerinə yetirməyə eləmirsən. Nə buyurur? Müstədrək Vəsail-i Şiə kitabında. Mən zəmiyyə vəsiyyətəl meyyid. Hər kəs bir vəsiyyəti boynuna götürərsə,
üzürsüz səbəbə görə onu etməzsə, İmam əleyhissalatu vəssalam buyurubdur ki, o adil hesab olunmaz, Allah yanında heç bir üzrü qəbul olunmaz və la'anahu kullu mələkin beynəs səmai vəl ərz. Göylə yer arasında nə qədər mələk var, o vəsiyyəti yerə çırpana, o övlada lənət oxuyar. Gecə gündüzü bunun Allahın qəzəbi ilə keçinər. Gecə gündüz Allah ona qəzəb eləyər. Vəsiyyəti imkanı da olub. Vəsiyyət də Allah istəyən bir vəsiyyət olub. Və qəbul da eləyib. Ata, gedirsənsə Allah rəhmət eləsin sənə. Mən sənin vəsiyyətimi, kişini də arxayın elib yola salıbdı valideynini. Amma səhlənkarlıq eləyib, bəlkə gecə gündüz Allahın mələkləri ona lənət oxuyar, Allah ona qəzəbli olar. Bəli, vəsiyyət bu qədər önəmlidir. Ağamız İmam Hüseyin əleyhissalatu vəssalam son anı idi, tək qalmışdı. Bircə övladı İmam Zeynul Abidin əleyhissalam. Xanımlar, qızlar öz yerində, amma bir kişi İmam Zeynul Abidin əleyhissalatu vəssalam daxil oldu, onu bağrına bastı və avsa ileyhi bil ismil əzəm, ismi əzəm duasını ona vəsiyyət elədi. Və peyğəmbərlərdən yetişən, peyğəmbərlərdən onun babası Peyğəmbər əleyhissalama gəlib yetişən peyğəmbərlərin mirası Həzrət Əli əleyhissalama, ondan da İmam Hüseyin əleyhissalamda idi. İmam Həsən, İmam Hüseyin əleyhissalamda və onu təhvil verdi. Və bir şey də dedi ki, müqəddəs yazılar var, silah var, Zülfiqar qılıncı. Onlar Ümmü Sələmədədir. Allah rəhmət eləsin Ümmü Sələmə, Həzrət Peyğəmbər əleyhissalamın xanımlarından olubdur. Belə deyim, öz sözümüzlə, İmam Hüseyin əleyhissalamın analığı. Necə analığı ya? Nənəligi olub, amma analıq eləyibdir. Xanım Fatimə Zəhra salamullah əleyha dünyadan gedəndən sonra Peyğəmbər əleyhissalamın xanımlarından Ümmü Sələmə çox qayğı göstərib İmam Həsən və İmam Hüseynə. Ümmü Sələmənin yanındaydı. Həmin Ümmü Sələmə ki, İmam Hüseyin əleyhissalam Kərbəlada şəhid olan günü Mədinədə ilk hiss eləyən və Mədinə cəmaatına elan edən Ümmü Sələmə olubdur. İbn Abbas deyir ki, gördüm ki, Ümmü Sələmənin evində, daha Peyğəmbərin evidir də. Ümmü Sələmənin evindən bir nalə səsi, fəryad səsi gəldi. Yığışdıq gəldik, səhabələrdən gəldilər, gördük bəli ki, qara nəzər başında ağlayır. Peyğəmbər əleyhissalamın xanımıdır bu Ümmü Sələmə. Allah rəhmət eləsin. Nə olub? Dedi ki, Peyğəmbər əleyhissalam dünyadan getməmişdən qabaq mənə bir qarubə bir şüşə qab. İçərisində torpaq vardı. Mənə verdi, dedi, bunu möhkəm saxla, əmanətdir. Bunu Cəbrail gətirib mənim üçün. Ey Ümmü Sələmə, Kərbəla adında bir çölü biyaban var. Oradan gətirib Cəbrail mənə və xəbər veribdir ki, bir zaman gələr, sənin bu övladın, qucağındaydı İmam Hüseyin əleyhissalam, bir zaman gələr, sənin bu övladını səndən sonra o çöldə şəhid edəyənlər. Cəbrail, bunun əlaməti, dedi ki, elə ki bu torpaq sənin evində görəsən ki, qırmızı boyandı, qana döndü, bil ki, Hüseynin şəhid olubdu. Ümmü Sələmə deyir ki, Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vəssalam ki, Mədinəni tərk elədi, Məkkəyə getdi, oradan da eşitdi ki, yollanıbdı Küfə istiqamətinə. Mən hər gün deyir, böyük təlaşla mən deyir, baxıram, açıram bu şüşəni, baxıram, bükmüşəm parçaya, baxıram, hər gün baxırdım. Bugün mən bu gecə Peyğəmbəri gördüm yuxuda, gördüm başı açıq, əmmaməsiz bir köynəklə toz torpaq içindədir Peyğəmbər əleyhissalam. Üzü gözü torpaq içindədir. Dedim, ya Rasulallah, bu nə halətdir səni görürəm, ağladı. Dedi, Hüseynimi dəfn eləmişəm, Hüseynimin qəbrini qazdım, onları dəfn eləyib, Ümmü Sələmə, oradan qaydıram. Bəli, əzizlərim, İmam Hüseyin əleyhissalatu vəssalam bütün bu əmanətləri qoymuşdu Ümmü Sələməyə. Oğlum Zeynul Abidin əleyhissalam, oğlum Əli, adı Əli idi İmam Zeynul Abidin əleyhissalam. Cəddim Peyğəmbərdən yetişən əmanətləri qoymuşam Ümmü Sələməyə. Və orada bir
lülə haqqında bükülən bir kağız vardır. O da əmanətlərin içərisindədir. Ravi soruşdu bir gün İmam Baqir əleyhissalatu vesselamdan, ondan yazı idi. Buyurdu ki, insanların lazımı olan, bütün insanları maraqlandıran ki, mühüm yazılardır ki, elə bir elmlərdir ki, Həzrəti Əli əleyhissalam soruşmuşdu, Peyğəmbər əleyhissalam cavab vermişdi və Əli əleyhissalam yazmışdı onları. Həmin, mən soruşdum İmam Baqir əleyhissalamdan ki, indi o yazı hardadır, dedi, bizim yanımızdadır. Bəli, qayıdıram İmam Hüseyn əleyhissalam vəsiyyətinə. Oğlum Zeynul Abidin əleyhissalatu vesselam, o vəsiyyətləri eləyirəm sənə, o əmanətləri tapşırıram sənə və bunu tapşırıram. İki şey, İmam Hüseyn əleyhissalamın bu vəsiyyəti bizə də aiddir, imamın vəsiyyətidir. İki şeyi unutmayın. İyyâke və zulm, mən la yəcrü aleykə nasirən. Allah'tan başqa köməyi olmayana zülm eləməkdən çəkinir. Ümumiyyətlə zülm günahdır, haramdır, insan zalim olmaz, heç kəsə zülm etməz. Xüsusən də adamsız görürsən, pulu yox, imkanı yox, adamı yox, arxası yox. Kim mənə neyniyər? Bunu əssəm, bunu alçaltsam, bunun mənliyini alçaltsam, kim mənə neyniyər? Heç kim arxasında adamı yoxdur bunun müdafiə. İmam əleyhissalam buyurur ki, xüsusən elə adamlara zülm eləməkdən çəkinir. Allah'tan başqası köməyi olmayana xüsusən zülm eləməkdən çəkinir. İkinci o şey ki, səbirli ol, haqq üzərində səbirli ol ginən. Oğlum, həmişə haqqı səbr elə ginən. Haqq sənin zərərvə də olsa belə, haqqı deməkdən çəkinmə ginən. İki nəfər gəlmişdi, gəlirdi Əli əleyhissalatu vesselamın yanına. Bir salavat deyib Peyğəmbər cəmalına. Biri gəlmişdi, qaldı bir müddət, bir neçə saat. Sonra dedi ki, ya Əli, bilirsən nəyə görə gəlmişəm? Bir nəfərlə mübahisəm olubdur. Gəlmişik, sən ayırt edəyəsən. O da yoldadır, sabah gəlib yetişəcək. Həzrət buyurdu ki, ayrıl məndən. Evdə göstəriş verdi, bunun yerin ayrı. Mənimlə oturub bir yerdə çörək yemək, çay içməsin. Nəyə görə? Çünki bu insan mənimlə bir gün söhbət edəcək, öyrəşəcək bir-birimizə. Mənim ona meylim olacaq. Mənim ona meylim olacaq. Bir örnəkdir, bir dərsdir ki, insan gərək mənim qohumumdur, tanışımdır, əzizimdir, xeyr. Gərək haqqı deyəsən. Ey oğul, haqqı həmişə səbr elə. Haqq sənin zərərvə də olsa, haqqı qəbul et ginən. Haqq müqabilində təslim ol ginən. İmam Hüseyn əleyhissalatu vesselam vəsiyyət elədi və meydana yollandı. Əzizlərim, bugünkü gün Seyyid-i Şühədə ərz elədik, Kərbəlaya qədəm qoydu. Atı yerindən hərəkət eləmədi. Soruşdu, bu yerin adı nədir? Dedilər, Şatül Fərad deyərlər. Həlləha ismun qeyru zalik. Başqa adı da olar. Dedilər, bu yerə Mariyə deyərlər. Başqa bir adı da var. Dedilər, Neynəva deyərlər. Başqa bir adı da var. Biri dedi, bəli var, ey Peyğəmbər balası, bu yerin adı Kərbəladır. Biri adı da var Kərbəla. Həzrət buyurur ki, nəm, ərzu kərbin və bəla, Kərbəla yeridir. Burada bizim atlarımızın, miniklərimizin dayanan yeri, xeymələrimizin qurulan yeri buradır. Buradır bizim düşmənlə üz-üzə qaldığımız yer. Buradır bizim şəhid olan yerimiz. Buradır bizim qəbirlərimizin yeri. Bizim zəvvarlarımızın gəlib bizi ziyarət elədiyi yer buradır. Xeymə qurdular. İlk əvvəl xeymə quruldu xanım Zeynəb salamullah əleyha üçün. Bütün naməhrəm olan İmam əleyhissalamın cərgəsində olan naməhrəmlər kənara çəkildi. Haşimi seyyidləri, imamın övladları, qardaşları qaldılar. Böyük izdihamla, əzəmətlə, hörmətlə xanım Zeynəb salamullah əleyhanı xeyməyə yola saldılar. Amma bir gün gəldi ki, Aşura günü oldu ki, həmin xanım əvvahra qalmışdı o çölü biyabanda. Allah rəhmət etsin racini. Şəhri Yəsribdən olan vaxtda müsafir Zeynəb getdi qardaşına eylərdi təfaxur Zeynəb.
Şəhri Yəsribdən olan vaxtda Müsafir Zeynəb, yəni elə ki, Mədinədən ayrılanda xanım Zeynəb 7 qardaşı vardı, iftixar eləməyi 7 qardaş, qəddi qamətli, misli olmayan qardaşları vardı. Həzrəti Əbbas kimi qardaşı ilə iftixar edirdi. Şəhri Yəsribdən olan vaxtda Müsafir Zeynəb 7 qardaşına eylərdi təfaxur Zeynəb. İndi qan ağlamasın, neyləsin axır Zeynəb? Bircə bimarı qalıb 7 bərabər yerinə. Bax fələk Şamda bir zümrəyi kafər yerinə, künc-i viranədə həm Ali Peyyambər yerinə. Bəli zaman gəldi, İmam Hüseyin əleyhissalatu vəssalam tək qalmışdı, fəryad elirdi. Ey Müslim, ey Züheyr ibn Qeyn, ey Hani. Bir şəhidləri deyirdi, niyə cavab vermirsiniz? Niyə Peyğəmbərin qızları, Peyğəmbərin balaları qalıb düşmən əhatəsi altında? Mən sizin imamınızam, sizi çağırıram, niyə cavab vermirsiniz? Aləm fəda olsun, canımız fəda olsun, düşmən əhatəsində qalan Zəhra balası, ya Əba Əbdillah İmam Hüseyin əleyhissalatu vəssalam. Buyur ki, Həzrət, buyur ki, niyə cavab vermirsiniz? Rabi deyir ki, gördüm bədənlər, sanki başsız bədənlər yerdə lərzə vururlar ki, sallallahu aleyke ya Əba Əbdillah Hüseyin.